Noyabrın 21-də elektrik cərəyanından ölmüş şəxslərin adları məlum olub. Yeni Sabah məlumat verir ki, hadisə paytaxtın Xırdalan Binəqədi şosesinin 4-cü kilometrliyində yerləşən Lake Hotel yaxınlığında baş verib. Ölənlərin adları 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalov. Onlar hotelin qarşısında iş görən vaxtı elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. Azərişıq ASC-dən qeyd edilib ki, hadisə baş verən həmin 35 kilovoltluq özəl xətt 2007-ci ildə istifadəyə verilib. Həmin yüksək gərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün Azərişıq ASC-nin balansında deyil. Müdafiə Nazirliyinin Silahlandırma İdarəsinin keçmiş rəisi Polkovnik Yaqub Əhədov yol nəqliyyat hadisəsi nəticəsində ölüb. Hadisə Sumqayıt şəhərində qeydə alınıb. İlkin məlumata görə Polkovnik Əhədovu avtomobil vurub.